Bugün kızlar tez yatıram, hələ saat 12 değil. Keçən il Badımcan üçün aldığım evdə heç bir cürə onu məcbur eləyə bilmirdim, orada yatızdıra bilmirdim. Bu il isə öz xoşu ilə yatır və belə yanıma qoymuşam ki, yanımda yatsın. Həmişə belə prosta uzanıb burada yatırdı. İndi domiki getirmişəm bura. Bir kravatda yataq, onsuz da 2 nəfərlik kravatdır. Nəsə yata bilmirəm, yuxum gəlmir və Temudan sifariş vurdum. Bu lampoçkaları çox bəyəndim. Yeni il abu havalıdır. 10 manata idi, vurdum. Yeni ilə aid evdə geyinmək üçün bu minnoş şalvarları da çox bəyəndim. Məncə çox şirin görünürlər. Ümumiyyətlə dəstləri sevirəm. Ona görə bunu götürdüm. Qışda geyinmək üçün həm isti şalvarı var, həm üst geyimi var. Düşünürəm ki, qəşəng görsənəcək. 3 fərqli rəngi var idi. Mən sarını götürdüm, Esras Merindən. Sonra bacınız bu paltarı götürdü. Məncə qəşəng görünür. İsti kalgotka ilə geyinəcəm. Sapaşki ilə kombin edəcəm. Məncə superdir. Ümid edirəm ki, çox da nazik olmaz. Sezona heç uyğun deyil, amma bu koftanın fasonunu çox bəyəndim. Ona görə aldım. 8 manata idi deyəsən. Qarderobumda olan paltarlar hamısı cropdu. Ona görə bunu götürdüm. 28 manata idim. Yenə bir isti oversize belə bir koftam. Mən bunları lasinlə geyinmək istəyirəm. İndi göstərəcəm sizə. Bu başdan deyim, bunlar sport salda geyinmək üçün deyil. İsti lasindir. Kofta ilə, tunika ilə geyinmək üçün. Mən qaranı götürdüm və beş rənginə. Yeni il süfrəmiz üçün bunu aldım. Ümid edirəm ki, yaxşı keyfiyyətli olar. Məncə çox şirin görünür. Bunlar hələ Yuskda var. Özdəki burayına eyni qiymətdə, amma mən nədənsə buradan sifariş verdim. Bu maralı götürdüm. 2 dənə saç şampunu vurdum. Bu həm rəng verir, həm də ki, sizin saçlarınızı yuyur. Birini ucu istifadə edib bitirdik. Yadıza gəlirsə, mən Instagramda video çəkmişdim. Reels 700 min yığmışdı. Gözəl bir vasitədir, ona görə ikisini də vurdum. Mama mənə atdığı xırda-xuruş əşyalar da var. Bunları indi bir-bir göstərmirəm. Gələndən sonra göstərəcəm. Ümumi sifarişim 250 manat tutdum. Növbəti gündən qızlar, salam, kanalıma xoş gəlmisiniz. Bacınız təzə bir vlog başlayır. Bugün bizə rayondan qonşumuz qonaq gəlir. Ona görə evləri yığışdırmaq lazımdır, supermarketə getmək lazımdır və mən sizi özümlə götürürəm. Amma işlərimi başlamaqdan əvvəl bir stəkan kofe ilə səhərim açılır. Son zamanlar fikir verdinizsə, kofem köpüksüz alınır. Çünki bu növün alınmır köpüyü yaratmaq. Baxın, belə alınır. Təəssüf ki, bu gold olan. Mən kofedə problem görürəm. Çünki eyni mikserdir, eyni sudur. Amma nədənsə son zamanlar köpük alınmır. Evdə çox vaxt keçirəm. Günün altında demək olar ki, olmuram. Instagramda mən izləyirəm. Aynur var, mukbangları çəkir. Bir dənə xanım onun məsləhəti ilə Trendyoldan sifariş elədim bu vitaminini və hər gün çalışıram yeməkdən sonra mütləq içim. Heç deməzsən ki, noyabrdır, necə də gözəl hava var bayırda. Və bizim qızlar hələ də divanımız yoxdur. Çünki vaxt tapa bilməmişik, gedib mağazaları gəzib bir model seçməyə. Əvvəl papa oldu, sonra vaxt olmadı və elə də qaldı. Bugün isə qonaqları harda yatızdıracağıq çox maraqlıdır. Adətən bu tərəfdə divan olurdu bizdə. Sadəcə fikirləşdim ki, hələ ki yoxdur, boş görsənməsin. Ona görə stolu keçirdim bu tərəfə. Qəşəng pilisosladım. İndi isə polları yuyacağam. Mənim güllərim isə hələ də solmayıb. Birdən baxın bu gözəlliyə. Və biri əlavə olunub. Belə bir rozoçkam. Dünən Instagramda aldığım birinci mənzilin şəkillərini paylaşdım. Çünki bu kanalın kütləsi həmin evini heç görməyiblər. Hal-hazırda isə orada kirayəçi yaşayır. Bəzi xanımlar elə direktima yazmışlar ki, Ayqa sənin yaşayış vəziyyətindən kirayəçi daha gözəl yaşayır. Bu yazdıqlara həqiqətən çox güldüm. Və niyə görə bəzi insanlar düşünürlər ki, kirayədə yaşayan insan sizdən nəsə bir əksik bir insandır. Onun üçün də gözəl şərait qurmalısan və bu tamamilə normal bir şeydir. İndi ora elə yataq dəstində
almaq istəyirəm. Təzə yeraltı parkingi də var o mənzilin. O ev qızlar bir otaqlıdır və ilk YouTuberliyə başlayan illərdə yığıb pul nəqd almışdım o evi. Nədən sonranı çox sevirəm. Əslində saat 9-dur, amma otaq qaranlıq kimidir, çünki hava biraz buludludur. Bilmirəm, belə çəkim sizin üçün, yoxsa işığı gətirim. Təzə bloginqə başlayanda bir 5 il bundan əvvəl mən bunu almışam. Baxın, necə də fərq var. Mən köçmüşəm öz otağıma, mama isə kuxnada yatır. Orada olan divanda tam olaraq açılır və çox gözəl yataq yeri alınır orada da. Ümumiyyətlə, atam gedəndən sonra bir neçə gün quruza düşmüşdüm. Bilmirəm, neyinə bağlı, evi bomboş gəlirdi. Ümumiyyətlə, atamla biz bir dost kimi, любой şey mən atama danışa bilərəm. Və bilirəm ki, bu həyatda mən neynəsəm də heç vaxt atam məni qınamayacaq. Qulaq asacaq və mütləq məsləhət verəcək. Hətta mən təzə YouTuberliyə başlayanda milyon dəfə mənim videolarımı izləyirdi. Nədir, baxış sayıları biraz çox olsun. İndi yadıma düşüb ki, rayondan gələn çanta hələ də yerbəyer olunmayıb. Daha doğrusu rayondan yox, Qəbələyə getmişdi. O zaman götürdüyüm paltarlardı bunlar hamısı. Ən sevdiyim şampuny. Hara getsəm bunu aparıram. Vəsə, hamısını yerbəyer elədim. Bunu da dəhlizə qoyacağam. Dünən İncir Farmdan mənə 2 dənə məhsul gəlib. Bunları əsas göstərmə səbəbi nədir? Bəzi insanlar düşünürlər ki, blogerlər nə gəldi reklam eləyir, təki pul qazansın deyə, əslində elə deyil. Bu 2 məhsulu 10 günlük götürmüşəm, effekti görəndən sonra demişəm, video paylaşacağım, əgər həqiqətən effektini görsəm. Əslində bu testlərdən keçmiş, sertifikatı olan bir məhsuldur, amma yenə də öz üzərimdə sınamamış, mən sizə heç nəyi tövsiyə eləyə bilmərəm. Siz bilirsiniz ki, vaxtı ikən mənim üzümdə səpkilər olub və səpkilərdən sonra bəzi post-akne, yəni ki, ləkələr qalır, cüzi olaraq da olsun və bu vasitə qış ayları üçün daha uyğun bir vasitələrdir. Bunları istifadə eləyərək ideal üz dəriyə sahib ola bilərsiniz. Amma günə çıxmaq olmaz. Bunu istifadə eləyəndə ona görə qış aylarda bunu alıb sınamaq daha məqsədə uyğundur. Belə bir kitabçası da var. Hər bir məhsul haqqında axırda burada yazılıb hər şey. Bir sözlə, bir 10 gün mən bunları istifadə eləyəcəm və sonra bəyənsəm, mütləq sizin üçün video çəkərək bir danışacağım. Yadınıza gəlirsə, bu saç kapsullardan mən istifadə edirdim. Çox gözəldir həqiqətən. Bu vitamin D-ni istifadə eləmişəm. İndi isə bunlara keçmişəm. Əslində, uborkam yarımçıq qalıb. Amma deyir ki, supermarketə gedək, produkt zad alaq, sonra davamını getirərik. Ona görə gedirəm mama ilə supermarketdə. Bilirəm ki, siz də supermarket alışveriş videoları bəyənirsiniz, onu ki, sizi də özümlə götürürəm. 2 il bundan əvvəl şeyindən sifariş elədiyim şalvarı geymişəm qızlar. Elə qəşəng eynimdə oturub, o 200 manat aldığım şalvarına eyni. Halbuki bu 50 manatadır hardasa. 30 dollar almışdım mən şeyindən. Qəşəng oturub bəyəməm. Baba şalvardır. Ümumiyyətlə, belə açıq rəngdə şalvarları son zamanlar çox sevirəm. Həm də ki, çox belə abartılı, boş deyil. Koftanı dəyişmirəm, onsuz da kimdir məni görən, üstündən kurtka geyinəcəm və salam. Səhərdəndən mama məndən narazıdır. Deyir, tez tərpən, qonaqlar gələcək, saat 2-də gələcək, sil, süpür, davay biraz tez. Mən də bacardığım qədər tez nəsə eləməyə çalışıram, amma mama yenə də narazıdır. Demişdim də sizə, aşağıdakı qonşum demək olar ki, remontu bitirir və çox maraqlı olardı ki, mən aşağı düşüb sizin üçün çəkərdim, necə alınıbsa, çünki bizimlə eyni proyektdir. Və əslində bu normaldır. İnsanlar aşağı yuxarı qalxıb düşürlər, baxırlar kim necə remont eləyib. Biz evi alanda elə idi, qonşular girib baxırdı. Siz necə eləmişsiniz, biz necə eləyək, eyni proyekt olduğuna görə. Və mən düşündüm ki, sizin üçün də maraqlı olar baxmaq, amma sahibini hələ ki tapa bilmirəm. Soruşmamış da onun evini çəkmək olmaz düşünürəm. Çünki kiminsə mülküdür. Supermarketdə və yaxud ictimai yerdə istədiyiniz fason çəkiliş eləyə bilərsiniz, amma kiminsə evində gəlib çəkiliş eləmək bu olmaz da təbii ki. Amma ondan soruşub o icazə versəydi, məncə düşünürəm çox maraqlı olardı həm sizə, həm mənə, həm kontent üçün. Mama ucu supermarketdədir, bəzi şeylər ucu alıb, badam çakolası. Bunlar çox da dadlı deyil əslində. Okey, onda biraz güyer, pizza. Fərqli növ simiçka götürdüm. Mən ən sevdiyim bunlardır, patron.
en sevdiğim sok ananas soku biz de götürdük. Bir de göstereceğim bir neler almışıq. Böyle bir maraqlı şey tapmışam. 7 manat 20 qəpiyə. Düşünürəm ki, mukbang üçün maraqlıdır, video çəkmək olar. Sizcə necədir? Nə qədər mağazada çörək çeşidi olsa da mənim ən sevdiyim növ məhz budur. Özdəki təzə gəlmiş, isti götürürsən zavod çörəyi. Ondan gözəl heç nə ola bilməz. Belə yumurtalar məndə çox baxış sayı yığır. Büyük bir tane yumurtam var, 500 minə yaxın yığıb, amma 18 manatadır bu, 18. Hələ çox da böyük deyil, bir də baxın. Belə orta bir razmerdir. Məktəbdə oxuyan illərdə ən sevdiyim bir şeydir. Nostalji hisslər olsun. Allah, çoxdan almıram bundan. Bonjouru sevirəm, amma indirimdə olanda alıram. Hal-hazırda indirimsizdir, ona görə almırıq. Şəməlli başda hər yeri. Bürüyüblər belə hədiyyələr. Görəsən içi necə olur bunların. Amma çox münasibdir, 3 manatadır. 3 manata nə ola bilər? Boşdur ya bunlar. Başa düşdüm. Özünüz doldurursunuz. Alırsınız belə korobkanı və doldurursunuz. 3 manata boş korobkadır. Gözəl bir fikirdir. Bu il yolkanı qurmamışam. Çünki evdə olan bizim yolka heç xoşuma gəlmir. Son zamanlar gələn il 100% təzə yolka alacağım. Bu il heç bilməm necə yola verəcəyiksə. Koyum yolkanı yoxsa yox deyə bilməsində mütləq yazın. Fason olarak, vid olarak məncə oje çox dəbsizdir bizim yolkan. Burada maraqlı fərqli belə stəkanlar var. Amma yeni ilə bu havalı nəsə bir stəkan istəyirəm. Adi istəmirəm. Qiyməti 5 manat. Ona yaxşı 5 manat. Supermarketlərdə hər zaman maraqlı məhsulların axtarışında oluram. Bu 4 manatadır. Deyəsən M&M isə bənzər bir şirniyyatdır. Üstü isə Patrik. 45 manatı sərf elədi. Evdə göstərəcəm sizə. Belə. Bir nəfər hiss eləyib ki, paketdə ət var. Twix biraz səbirli olmaq lazımdır. Deməli, ət almışıq. Amma bunu supermarketdən yox, qəssabdan almışıq. Meyvələri də başqa köşkdən aldıq. 8 manat tutdu mandarinlər. Bir də ki, belə bir gözəl ağ üzüm. Bu xırda mandarinlər çox şirin olurlar. Yuyub süfrəyə qoymaq lazımdır. İndi isə keçək əsas supermarketdən aldıqlarımıza. Bayaq dediyim kimi 46 manat getdim. Çayını içməyə quru meyvələri sevirəm. Bu mangodur, bu qədəri 6 manat 18 qəpik idi. Video 400 min yığıb badam çakolası bir bu qədər. Bunu isə mən sevmirəm, amma mama dedi ki, mən xoşlayıram. Ona görə alıb 4 manat 30 qəpiyə bu qədəri. Quru meyvələr bu qədər. Oturub söhbət edərkən təbii ki, simçkalar. Bunları supermarketdə sizə göstərmişəm. 3 fərqli növ götürdük. Son zamanlar illərdə içdiyimiz çay axır zamanlar xoşumuza gəlmir. Ona görə dəyişmək qərarına gəldik. Belə bir test aldıq. Uşaqlıq şirniyyatı. Aslında şirin deyil, bu duzludur, sandviç kimidir. Böyük upakovkada biz su sifariş edirik və demək olar ki, içdiyimiz, çayda istifadə elədiyimiz su sırf alınma sudur. Bunu isə süfrəyə qoymaq üçün tapılacaq ölçüdə. Belə bir duşes. Bu sokların arasında ən sevdiyim ananas sokudur, vitamin. Bu da mamanın sevdiyi şirniyyat. Kilosu 9 manat 50 qəpiyə biz 3 manatlıq götürdük. Daha doğrusu 2 manat 88 qəpik. Bu paketini bitirdik. Mən adi çörək xoşlayıram, mama isə lavaş. Ona görə mama özünə lavaş aldım. Əsas meyvələri niyə görə köşkdən aldıq? Çünki supermarketdə baha idi. Amma bananları yenə də supermarketdən aldıq. Hamısını açdım, tez bazar sizə göstərim. Burada biraz xiyar, pomidor, bir dənə toyuq aldıq və soğan. Burada da biraz göy, əsas rediskaları çox sevirəm. Bir sözlü qızlar bu qədər. Bunlar hamısını yer eləyim və yavaş-yavaş hazırlıqlarımızı görəyik. Demişdilər ki, hardasa saat 2-də gələcəklər. Ona görə biz də arxayın olmuşuq, amma saat 11-dir. Zəng eləyiblər ki, uca çatırlar. Ona görə biraz tez tərəflənmək lazımdır.
Məncə qızlar çox qəşəng alındım. Gedim qəşəng meyvələri də yuyum. İki daşın arasında mən sразу Instagram üçün bir dənə Reels hazırladım. Sразу 5 dəqiqə montaj elədim və attım. Siz gələndə çox gerçəkdən. Qonaqlarımı qarşıladıq və bağlamanı da götürdü. Yaxşı yerinə düşdü. Kakras Sevanın burada kostyumu var. Bir abreliyim səni. İsti bir materialdır, ona görə yeri çox tuturdu. Bunu daha tüy təsəvvür edirdim mən. Çox gözəl, yumuşaq. Yumuşaq materialı var. Bir dənə bax Sevana qəşəngdir. Amma qısa olar sənə. Geyinib baxarsan. Sevin nənəyədir, mən başa düşdüm. Elə bildim sən özün üçün sifariş eləmişsən. Çünki sən hündürsən. Çox qəşəng materialı var. Bu belə. Şalvar da olmalıdır. Belə bir şalvar. Day Fatimə yoxdur. Təəssüf ki, geyinib göstərə bilməyəcək sizə. Bu belə. Bunu da Pərvanə sifariş edib, baxaq görək. Uşağın inkişafı üçün belə bir evdir. Çox maraqlı. Burada qapısı da var. 2 mərtəbəlidir və burada ev üçün əşyalar da var. Uşaqlar üçün nəzərdə tutulub. Bu isə krışasıdır. Belə 40 manata idi bu. Belə bir əşyalar var. Amma şeydir də, dəmir deyil, plasmas deyil. Nə deyirlər, taxtadır. Əvvəllər qızlar bir gün vloqunu çəkirdim, o birisi günü isə montaja sərf eləyirdim. İndi isə özüm üçün təzə üsul tapmışam. Misal üçün gün boyu vloqu çəkirəm və çəkdiyi qusokları həmin an montaj edirəm. Yəni ki, sonunda gördüyünüz vloqun hissə-hissəsinə montaj edib, sonra birləşdirirəm bir videoya. Mənim xəbərim yoxdur, məni çəkirlər. Amma pis vaxtda düşübəm. Nə divanımız var. Lap belə elədi. Yatızdırmağa yerimiz yox. Bu evlərdə bəlkə 2 dənə alça yastığı yoxdur ya. Nalça yastıq var, amma mən divanda yatızdırmaq istirdim. Yox, əşi, yox, narahat olma. Qəşəng təzə divan. Bəh, mama burada nəyi hazırlayır? Hələ üstündən qaymaq da əlavə eləyəndə bir dadlı bir şey alınır. Həmişə qızlar bunu götürürük 20%lik və balaca götürürük ki, bir dəfəyə kifayət olsun, yəni ki, sразу bitsin deyə. Aş da var burada, bu aşın qarasıdır. Mama deyir ki, bunu da çək mütləq. Mən də çəkirəm sizə. Bu da aşı özü. Keçən il bu vaxtda, hətta deyərdim noyabrın əvvəllərindən biz уже yolka qurmuşduq. Instagramda digər blogerlərdə baxıram, necə də zövqlü yolkalar var. Sonra baxıram bizimki elə iqruşkalar da çox dəbsiz. Girdim, baxdım bir səhifəyə sədərəkdə yolkalar satırdılar. Orada da normal yolka üçün ən azı 300 manat pul vermək lazımdır. Fikirləşdim ki, stop, bu il buna verməyə pul yoxdur, gələn il alaram. Bizimkinin sırf iqruşkaları dəyişmək olardı. Əslində mama ilə məsləhətləşdim. Mama dedi ki, çox da vəziyyət dəyişilməyəcək, ən yaxşısı yaxşı təzəsini al. Həm uca noyabrın sonlarıdır, həm də ki, nəsə bu il əlim gəlmir. Başqa problemlər var, indirəklərdə mənim üzmə vurmağa başlayacaqlar ki, bəs 210 manata neyvə lazım idi şalvar almağa, ondan isə təzə yolka alardın. O moment bacılar, mən bunu düşünmədim. Mən indi düşünürəm və şalvarı uca almışam. Rahat danışın, qeybət edin, mən də əlində sümüklər olsun. Sən şantaj eləyə bilin. İsmət aşda bunu. Sevanı və İsməti yəqin ki, siz digər vloqlardan tanıyırsınız. Dəfələrlə rayonda onlara qonaq gedərkən mən sizin üçün vloqlar çəkmişəm. Bu arada evləri təzəlikcə remont ediblər. Növbəti dəfə onlara qonaq gedərkən daha doğrusu sizin üçün mütləq çəkəcəm. Sizdən isə qızlar bir xahişim olacaq. Əgər hələ də mənim kanalıma abunə deyilsinizsə və sevə-sevə videolarımı izləyirsinizsə, nə olar abunə olun. Çox gözəl, şən oturmuşuq.
Yalnız bir problemimiz var ki biz qonaqları necə yatızdıracağıq. Əslində düşünürəm ki 2 nəfər olacaqlar, amma 3 nəfərdilər. Və baxmaq lazımdır, düşünmək lazımdır ki harda yatızdıraq. Həyatda ən qorxaq kişi bu mənim pişiyimdir. Neçə saatdır baxın qızlar, belə oturub toz da bilinirəm, amma məni öldürəcək. Təsəvvür edin ki bu toz burada yoxdur. Görürsünüz bu ayaqları. Neçə saatdır bu yazıq bu vəziyyətindədir. Çünki çıxa bilmir, qorxur, evə qonaqlar gəlib. Gəlin belə baxaq, bu neynir orada. Neyse, короче, Badımcan buradadır. Gözləyir ki bunlar nə vaxt gedəcəklər, mən buradan çıxım. Amma pis xəbərim varsa Netflix, bunlar bugün bizdə qalır. Bəy çəkmədim sizin üçün, amma stolumu yığışdırmışdım. Qabları hamısını yudum, ayırdım. İndi isə tezdəndən süfrə düzməliyəm, çünki axşam yeməyi yeyəcəyim. Meyvələri sırası buradan götürürəm. Yazmağına rəylərdə yazmayacaqsınız, çünki mənim kütləm çox anlayışlıdır. Amma bu süfrədən heç xoşum gəlmir, bu stollardan heç xoşum gəlmir. İnşallah qismət olsun, təzə evə hər şey təzə alacaq bacım. Bunlar da yer tutmasını götürək. Konfet. Hər iki qonaqlarımız biraz istirahət edir. Mən süfrəni düzüm. Gülcü xəngəlləri hazırlayacağım. Belə bir gözəl sousla əla gedir. Bu vlog sırf süfrə düzmək olacaq deyəsən. Qəşəng doğradım pendiri. Papa getirdiyi qalbasalardan elə qalan budur. Çox tatlıdır bunlar. Sabah Targovaya gedəcəm. Nəhayət ki, yarmarka açılır. Əslində 28-i açılmalı idi, amma yanğın baş verdi. Orada bir hadisə oldu. Ona görə biraz gecikdi açılmağı. İndi sabah 100% açılacaq və mən gedib orada Reels video Instagram üçün çəkməliyəm. Həm çəkilişim var, həm də ki düşündüm ki, sizin üçün bir əlavə olaraq vlog da çəkərəm. İsmətin ən sevdiyi yeməklərdən biri Gürcü xəngəllər olacaq. Bizdə ujina və hələ ki süfrə belə görsənir. Əsas yemək elə ki yoxdur. İki daşın arasında Seva özün üçün paltarlar alıb və mənə deyir ki, İsmət bilməsin. Necə mağazı var tapım, nə olmuşsa evdə göstərərsən sən, mənə də maraqlı oldu. İsmət bilməyəcəyini rahat ol. Yavaş danışırıq ki, İsmət bilməsin. Ana qəşəng şal vardı Seva. Olur sənə, neçə almısan sən bunu? 38 manat. Endirmə düşüb 38 manat qəşəngdir. Bahaydı, 65 manat idi endirmə düşüb. Super. Mən bunu bəyəndim. Ən çox bunu bəyəndim. Bu dəst çox gözəldir. Kofta da alıb. Cinsə bu yazılır. İki daşın arasında gedib özün üçün bu qədər paltar alıb. Bir dən baxansınız buna. Cinsə bu yazılır belə. Geymişdin sən bunları hamısını orada. Geyinib baxmışam. Mübarəkdir Seva. Beşlə yaxşı olacaq, narahat olma. Bunlar zor deyə, bunlar zordur. Ha. Ha ver görüm. Hələ bu işinə var yandı işinə. İsmət hər zaman deyir ki, çək. Çək pul qazan. Çək. Bəni düşünən görürsünüz. Bir də o da o burada. Paltarları da göstərim Seva aldığı. Məncə çox gözəl yaraşdı sənə. Düşünürdüm ki, uzunluğu qısa olar, amma tam yerində. Elə bil ki, sənin boyun üçün tikilib. Neçə idi Seva bu? 48 manat. İsmət bilməsin. Mübarəkdir, çox qəşəngdir. Kaş ki, mən də sizinlə bir yerdə gedərdim. Həqiqətən özümə də belə bir şalvar alardım. Neçə idi şalvar Seva? 38 manat. Sevan heç xəbəri yoxdur neçədir. Amma qəşəngdir, çox yaraşdı üzdəki. Bugünümüz çox xoş və gözəl keçdi. İndi isə makiyajımı silirəm və yatacağam. Bu videonun demək olar ki, yarısını uca montaj eləmişəm, yarısı qalıb və sabah atmaq istəyirəm. Bilmirəm, təkrar bunları göstərməyə ehtiyac var ya yoxdur. Bu iki məhsulla makiyajımı silirəm. Və qızlar, sizinlə sağollaşıram. Mamaçka burada yatıb. Onu durğuzmuruq. Sizə isə çox sağ ol demək istəyirəm ki, bu videonun axıra qədər izlədiniz. Пока.